Ucuz bir ev düşən kimi əlim yandı da belə desək. Dərhal onu alırlar, üzərinə biraz təmirinə pul qoyurlar, ondan sonra daha baha qiymətə satışa çıxarırlar. İnsanlarda o ucuz evlərə əlçatanlıq azalır. Hər maklerin özünün 3-4 dənə perokopişki var. Əllərində də kifayət qədər pul var. Baxırlar mənzil bazarına. Ucuz bir ev düşən kimi əlim yandı da belə desək. Dərhal onu alırlar, üzərinə biraz təmirinə pul qoyurlar, ondan sonra daha baha qiymətə satışa çıxarırlar. Həm də onlar maraqlı deyil mənzil dərhal satılsın, çünki əllərində yenə dediyim kimi kifayət qədər pul var, baha qiymətə qoyurlar. Bunlar həm mənzil bazarının qiymətini tənzimləyir, qiymətlərin aşağı düşməsinə imkan vermir, həm də bir növ qiyməti də artırır. Yəni nəticə etibarilə insanlarda o ucuz evlərə əlçatanlıq azalır. Bu köhnə binalardadır dediyim evlər. Yeni tikili binaların da perokopişikləri var. Məsələn, yeni tikili bir binada mənzillər satışa çıxarılır. Oradan həmin o şəxslər, perokopişik adlandırılan şəxslər bir neçə mənzili alır ucuz kvadratdan. Kvadrat daha doğrusu ucuz qiymətə. Bir müddət sonra isə özü təmir eləyir, sonra daha baha qiymətə çıxardır satışa.